Açgöz tırtıl. Tırtıl yarpaqların üzərində gəzişirdi. Arabir yarpaqlardan dişləyib yeyir, bəzən də yarpaqların üzərində uzanıb zümzümə edirdi. Səhər axşam beləcə keyf çəkirdi. Kəpənək də balaca tırtılına baxıb fəxr edirdi. O tırtıla tapşırdı ki, yarpaqlardan doyunca yesin. Doyanda da yarpaqları dişləyib yerə töksün. Belə etsə, tırtılın dişləri daha möhkəm və iti olacaqdı. Bal arısı güldən gülə qonub çiçəklərdən bal toplayırdı. O tırtılı görüb havada bir neçə dövrə vurdu. Bu vaxt tırtıl halını pozmadan yarpaqları gəmirirdi. Bal arısı onun yanına qonub dedi: "Tırtıl, niyə yarpaqları yeyib dağıdırsan? Sən belə acgözlüklə yesən, bu bitki axı quruyub məhv olacaq." "Axı bitkilər yarpaqsız yaşaya bilməz." Tırtıl ağzındakı yarpağı çeynəyə-çeynəyə cavab verdi. "Yarpaq mənimdir, özüm bilərəm. Necə istəsəm, elə də yeyərəm." Arı üz-gözünü turşutdu. "Yarpaqlar sənin deyil. O bitkini sən əkməmisən. Onu elə etmək olmaz." Tırtıl yarpağın üstünə uzanıb ayağını ayağının üstünə aşırdı. "Anam deyib ki, bu yarpaqlar hamısı mənimdir. Necə istəsəm, elə də yeyə bilərəm. Yeyə bilmədiklərimi də əylənmək üçün qopardıb yerə tökə bilərəm." Arı yaman əsəbiləşdi. "Axı sən bitkilərə zərər verirsən. Üstəlik elə fikirləşirsən ki, bu bitkilərin hamısı sənindir." Tırtıl yarpaqdan bir dişdə götürüb çeynəməyə başladı. Bal arısı əsəbləşib oradan uzaqlaşdı. Kəpənək tırtılın yanına qayıtdı. Onun yanına qonub təsəlli verməyə başladı. "Balaca, sən ona fikir vermə. Özü hər gün işləyir, bal düzəldir, insanları isə götürüb yeyir. Bu da onun xoşuna gəlmir. Ona görə də belə əsəbi gəzir. Sən belələrinə fikir vermə." Tırtıl kəpənəyin sözlərindən daha da cəsarətləndi. Yarpaqları acgözlüklə yeməyə başladı. Bir müddət keçəndən sonra tırtıl çox kökəldi. O bədənini tərpədə bilmirdi. Kəpənəyə çevrilmək vaxtı çatmışdı. Ancaq tırtıl o qədər tənbəlləşmişdi ki, kəpənəyə çevrilmək istəmirdi. Qanad çırpmaq, havada uçmaq ona çətin gəlirdi. Kəpənək onun yanına qonub dedi: "Artıq vaxtdır, sən kəpənəyə çevrilməlisən." Tırtıl sallanan dodaqlarını güc-bəla ilə tərpədib cavab verdi: "Mən kəpənək olmaq istəmirəm. Elə bu yarpaqlardan yeyib yaşayaram. Belə çox yaxşıdır. Mənim xoşuma gəlir." Kəpənək qəzəbləndi. "Gərək səni belə müftə yeməyə öyrəşdirməzdim. İndi bəs necə olacaq? Heç yaxşı olmaz." Kəpənək deyinə-deyinə oradan uzaqlaşdı. Artıq payızın soyuq və güclü küləkləri əsməyə başlamışdı. Soyuq tırtılın kökəlmiş bədəninə təsir etmədiyi üçün elə hey yeyirdi. Qəfil əsən güclü külək kökəlib yumağa çevrilmiş tırtılı yerə saldı. Tırtıl yerdə çarəsizcə çapalayırdı. Yaxınlıqdakı ac toyuq isə iştahla ona baxırdı. Tırtılın yerdən qalxa bilmədiyini görən toyuq fürsətdən istifadə edib qaçaraq onun yanına gəldi. Tırtılın kəpənək kimi uça bilməməsindən istifadə edən toyuq onu dimdiyinə götürərək bir saniyədə uddu.